Layihə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü, həmçinin Azərbaycan və Naxçıvan Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə gerçəkləşir. Biz Naxçıvanda artıq ikinci dəfədir ki, belə bir tədbiri keçiririk. Zalda toplaşan qadın fermerlər və qonaqlar diqqətlə dinləyirlər. Çünki bu kooperativ onların illərdir gözlədiyi dəstək və əməkdaşlıq imkanlarını təqdim edir. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülməniz Qəmbərova qeyd etdi ki, Azərbaycanda qadınların 70% əsas gəlirlərini yalnız müəyyən fəaliyyətlərdən əldə edir. Onların 35% isə bu gəlirləri ilə həyatlarını dolandırır. Bu vəziyyət qadınların iqtisadi müstəqilliyini və həyat keyfiyyətini artırmaq üçün əlavə dəstəyə ehtiyac olduğunu göstərir. Bu qadın kooperativi ucqar kəndlərdə yaşayan istehsalçı qadınları öz sıralarında birləşdirəcək, onların məhsullarının emalı, satışı, əlaqələrinin yaranması üçün dəstək göstərəcək. Yaranan kooperativlərin təcrübəsinə əsasən yeni kollektiv bizneslərin də yaranması üçün müəyyən planlarımız var. Naxçıvanda yaradılan qadın kooperativinin Azərbaycanın digər rayonlarındakı qadın kooperativləri ilə əlaqələri yaradılacaq. Eyni zamanda Türkiyədəki qadın kooperativləri ilə də bu kooperativin əlaqələrinin yaradılmasını biz planlaşdırırıq. Seminarda kooperativ idarəçiliyi, marketinq üsulları, satış strategiyaları barədə təqdimatlar oldu. Təcrübəsini bölüşən Azərbaycan və Türk kooperativ rəhbərləri qadınlara uğur hekayələrini danışaraq onları ruhlandırdı. İllərdir ailə təsərrüfatçısı kimi bir çox ailə ilə birgə birləşib bütöv bir ailə təsərrüfatı yaratmışıq. Amma bundan sonraki bizim üçün yaranan qadın kooperativi mənim üçün çox sevindirici haldır və mənim ətrafımda birləşən toplam qadınların hamımız üçün çox gözəl bir haldır. Yeni qurum agrobiznes sahəsində çalışan qadın sahibkarların birləşdirilməsi, istehsal imkanlarının artırılması və məhsulların bazara çıxarılması üçün vahid mexanizm yaratmağı hədəfləyir. Layihənin ilk mərhələsi süd məhsullarının emalı və satışı sahəsini əhatə edəcək. Bu, fermer qadınlara həm istehsal gücünü artırmaq, həm də məhsullarını daha geniş bazara çıxarmaq imkanı verəcək. Xanım Rüstəmzadə, Rahib Babayev, NTV Xəbər.